Gəlapın araşdırmasından danışdıq və siz özünüz də dediniz ki, ya Ermənistan cəmiyyətində, mediasında müəyyən bir antipatiya var da, yəni. Bəs necə eləmək olar ki, bax məsələn indi görüşlər intensivləşib, necə eləmək olar ki, nə çatışmır ki, bu aradakı nifrət ritorikasını azalda bilək, yəni müəyyən mənada da olsa. Düzdür, hələ ki məsəl üçün Ermənistan tərəfdən hansısa bir fiziki müdaxilə yoxdur Ermənistan cəmiyyətində. Amma sözlü də olsa o neqativ fikirlərini çatdırırlar azərbaycanlılara da. Başqa hansı təklifiniz ola bilər ki, münasibətlər daha da istiləşsin? Bu da çox yaxşı sualdır. Əgər məsələ fəlsəfi yanaşsaq, zaman ən yaxşı həkimdir deyirlər. Məsələn, 2021-ci ildəki sentimentlərlə söhbət hər iki cəmiyyətdən gedir. 2025-ci ildəki duyğular və ya narrativlər eyni deyil və ya 2020-ci ildə, ondan əvvəlki, yəni hər ilin, hər ayın, hər dəqiqənin, hər saniyənin öz hökmü var. Qarşı tərəf özünü bir Qafqaz adət-ənənələrinə uyğun olaraq ev sahibi kimi aparmağa çalışır. Biz də öz ənənələrimizə uyğun olaraq qonaq kimi. Və əksinə hər iki tərəfdə daha böyük məsuliyyət yaranır ki, ev yiyəsi qonağı normal qarşılamalıdır. Qonaq isə çalışmalıdır ki, ev yiyəsini qıcıqlandırmasın. Bütün bu nüansların biz hamısını nəzərə alırdıq.